Virus infeksiyası artıq bir aydır bizdə epidemiya şəklində təsadüf edir. İnfluenza A-dır. İnfluenza virusun bir növüdür. Onun A növü var, B növü var. Amma hal-hazırda uşaqlar arasında rast gələn influenza A-dır. İnfluenza A çox kontagiyozdur, yəni çox yoluxucudur və müəllimin qeyd etdiyi kimi biz millət olaraq istini sevirik. Evi isti saxlayırıq. Uşaq xəstələndikcə bükürük, pəncərəni bağlayırıq. Amma idealda virusun azalması üçün otağın havalanması mütləqdir. Evdə temperatura, məsəl üçün, istənilən bir valideyndən soruşaq, ideal temperatura neçə olmalıdır? Heç o haqda məlumat yoxdur. Hər bir evdə termometr olmalıdır. Birinci ondan başlayaq ki, evdə termometr 22 dərəcəni göstərməlidir. 22 dərəcə, bəli, ondan isti olmaz. Bəli, optimal temperatur olarsa virusların yayılması da azalar. Eşidirsiniz əziz tamaşaçılar, 22 dərəcə evdə 22 dərəcədən artıq istilik varsa bu infeksiya daha da çoxalmaz. Bəli, bəli, bizim burun seyirli qişalarımızda kipriklər var. Onlar virusu qoruyurlar, bizi virusdan qoruyurlar. Amma haradakı temperatur yüksək olur, onların fəaliyyəti zəifləyir və həmin an virusun yoluxması çoxalır. Mütəxəssisimiz qeyd elədi ki, tez-tez xəstəliklər qayıdır. Bu qayıtmalıdır. Yəni, hər bir uşaq il ərzində hətta 9 dəfə xəstələnə bilər. Bu normaldır. Bəli, uşaqlar məktəb... Bu immunitetin düşüklüyü demək deyil. Xeyr, onun ətraf mühitlə tanışdığıdır. Hər virusdan sonra uşaq ona qarşı immuniteti yaranır. Artıq məktəbə gedən dövrdə onun xəstələnməsi azalır. Bu hal-hazırda qeyd olunan influenza o qədər yoluxucudur ki... Necə başlayır Nurəngiz xanım? Mən konkret suallarımı verim. Necə başlayır? Qızdırma ilə mi gəlir? Bəli, bunun valideyn deyir ki, dünən uşağım əla vəziyyətdə idi. Bugündən 39-40 qızdırma. Birinci əlaməti qızdırma. İkinci əlaməti uşaqda yaranır kəskin öskürək və qusma. Qusma halları müşahidə olunur, əzələ ağrıları, uşaqlar halsız. Və əsas bu virusun qorxucu xüsusiyyəti ondan ibarətdir ki, valideynlər bu qızdırmanı sala bilmirlər. Bəli, sala bilmirlər və bəzən də qızdırmanı düzgün qiymətləndirə bilmirlər. Neçə dərəcə qızdırmayı? 39-40-a qədər yüksəlir və valideynlər panikaya düşürlər. Çünki həmin dövrdə valideynlər başlayırlar dərmanları çoxlu vermək və bundan sonra qanda əksinə parçalanma baş verir. Odur ki, hər şeydə doza lazımdır. Nədən? Birinci pediatra müraciət eləməlidirlər? Pediatra müraciətdən də əvvəl virusun ilk 5 günündə əgər qızdırma düşəndə uşağın əhvalı normaldırsa, narahatçılığa səbəb yoxdur.